saatdır, gadjetdir, yoxsa taxılan mini kosmik laboratoriyadır? Artemis Watch 2.0 ilk baxışda futuristik bir saat təsiri bağışlayır, amma işin içində daha böyük geek enerji var. Yarımşəffaf dizaynı sanki kosmik gəmidən çıxıb biləyə qonur. Yan hissəsində görünən texnoloji elementlər isə cihazı adi aksesuardan çox mini idarə panelinə bənzədir. Bu model Bluetooth, temperatur sensoru, giroskop, akselerometr və kompasla gəlir. Həm iOS, həm də Android ilə işləməsi onu gündəlik istifadə üçün də rahat edir. Amma etiraf edək, burada əsas məsələ bildiriş almaq deyil. Əsas məsələ cihazın içində mənim kodum işləyir deməkdir. Ən güclü tərəfi açıq proqram təminatıdır. Yəni öz siferblatını və tətbiqini yaza bilirsən. Qiyməti 170 avro, marsokodlu dəst isə 470 avro. Sual isə budur, sən saat alanda dizayna baxırsan, funksiyaya baxırsan, yoxsa bunu haqq etmək olurmu? Deyib birbaşa geek rejiminə keçirsən.